Tarixən ki düşmən Hüseyn ibn Əlidən qorxur, bu məclislərdən qorxur, bu məclislərə qadağalar qoyublar. Nə üçün? Və indi də dünya səviyyəsində İsrail, Amerikanın özü Şiədən qorxur. Xətti düz olan şiələrdən, Hüseynçilərdən qorxurlar. Çünki bunlar Hüseyn ibn Əlinin hədəfləri uğrunda yaşayırlar. Bu hədəflər həmişə qalibdir. Bu hədəflərin vasitəsilə biz düşmənləri məğlub edirik. Düşmən zahirdə güclü ola bilər, təpədən dırnağa silahlana bilər, müəyyən zərbələr bizlərə vura bilərlər. Amma həmd olsun Allaha ki, xəttimiz, yolumuz düzdür və rəhbərimiz əsl Hüseynçidir. Bizə Tövbə surəsində var, biz şəhid olsuq da qalibük, hədəfimizə yetişmişik. Zahirdə də qələbə çalsıq, hədəfimizə yetişmişik. Elə bir yoldur ki, Hüseyn ibn Əlinin yolu. Necə ki, özü qalib oldu. Necə qalib oldu? Hüseyn ibn Əli məğlub oldu? Yox. Ümumiyyətlə, Kərbəlada kim qalib gəldi? Qısa, bir dəqiqədə. İstəyərsən kiminsə qalib gəlməyin biləsən, onun hədəflərini gələ biləsən. Məsələn, bax bu axırıncı döyüşdə, keçən cümə xütbəsində biz vurğuladıq. Qalib kim oldu? Allah ordusu. Nə üçün? Çünki hədəfinə yetişdi. Qarşı tərəf məğlub oldu. Niyə? Baxmayaraq ki, bu qədər generalları şəhid elədilər, zərbələr vurdular, dağıtdılar, uçurtdular. Nə üçün məğlub oldu? Çünki istəklərinə, hədəflərinə çata bilmədilər. Məlum idi istəkləri, özləri də deyirdi nə istəyir. Eləyə bilmədilər. Hüseyn ibn Əli qalib oldu, Yazid məğlub. Nə üçün? Yazid istəyirdi dini məhv eləsin, şəriəti məhv eləsin, Peyğəmbərin sünnəsini məhv eləsin. Ona yetişə bilmədi. Deməli, məğlub oldu. Hüseyn ibn Əli qalib oldu. Nə üçün? Çünki Hüseyn ibn Əli hədəfinə yetişdi, istəyinə çatdı. Hüseyn ibn Əlinin hədəfinə idi, dini qorumaq. Əmr bil məruf nəhy anil münkər etmək, cəddinin ümmətini islahat aparmaq. Buna xatir bizlər həmişə qalibik. Allahın verilən öz izzət kərəminə düşmənlərimizi məğlub eləsin.